Qalxıram, qarabasma olur, ondan sonra yatıram və heç bir şey xatırlamıram. Nə kimi qarabasmalar olur? Yuxuda tutub sıxmalar falan, belə deyək. Yuxulara inanırsınız? Yuxularımız əslində bizim şuuraltımızdan, düşüncələrimizdən irəli gəlir. Düşünürəm ki, gün ərzində düşündüyümüz hadisələr şuuraltımıza təsir edir və biz gecə yatdığımız müddətdə şuuraltımız bunu düşünür və bizim yuxularımıza salır. Yuxuda nə görürsünüz? Yuxuda vallahi çox şey görürəm. Ancaq həmin şeylərdə alınmır. Məsələn nə? Məsəl üçün onu deyə bilməyəcəm də belə. Çox şeylər görürəm. Ümumiyyətlə o da məsəl üçün elə bir başqa yerdəyəm, harası gedirəm, harasından gözəlsə. Ancaq yuxuların çoxu da məsəl üçün eyni çıxır. Bir gördüklərim qabağıma çıxır. Vallahi yəni yatıram, dururam şey. Yəni Həyatınızda yuxu görməmisiniz? görmüşəm, prosta yanımda qalmayıb. Hansı? Nəysə də deyin də. Məsələn, okeanda tək idim, şey. Onun yanında saxladım. Məsəl üçün pilləkəndən düşürəm, yıxılıram. Nə bilim, ona deyirlər ki, boyum uzanır. Əslində bir xaotik bir şeylər adətən görürəm. Yəni ki, nəsə dostlarımla bağlı və yaxud mənim bir hansısa maddi vəziyyətimlə bağlı, onun inkişafı ilə bağlı. Adətən belə bir şeylər. Yəni ki, bu qədər.